Günlərdən BMW günüdür. Deməli, bu gün qonaqlarımızlardan biri isə BMW F30 avtomobili idi. İndi saat neçədir? Saat 9-a qalır. Hər də maşın üstündə işləyirik. Niyə? Çünki avtomobil sahibi gec gətirdi maşını. Deməli, bu maşında problem nədir? Bu maşın Beyqer 8 motordur. 2 motor plug-in hibriddir. Və bu avtomobillərdə ən çox xroniki problemlərdən biri antifriz problemidir. İstəyir bu mühərrik C30-larda da gəlir. 5-ci seriyalarda yəni gəlir. Və 2017-dən yuxarı bütün BMW-lərdə demək olar ki, bu mühərrikdən gəlir. Bu mühərriklərlə yanaşı, Beyqer 6 ilə yanaşı, Beyqer 8 də həmçinin bu iki mühərrik ikisində də ən çox xroniki problem antifriz problemi olur. Ya üç qulaqdan axıdır, ya filtr korpusdan axıdır, ya da ki pompa problemi olur. Yəni bir də ki antifriz, turbon antifriz şanakı. Demək bu avtomobildə problem pompanın özündə idi. Elektron pompanın özündə idi ki, avtomobilin pompasından başlayırdı antifriz azaltmağa və bir qardaş maşını qoydu getdi. Biz indi pompanı dəyişdik, yenisi ilə, orijinal ilə BMW. Gördüyünüz kimi BMW qrup təmiz orijinal pompa ilə əvəz elədik və inşallah yerləşdirəcəyik üzərinə. Bir də ki, qardaş 5-6 ay bundan qabaq alışmış şamlar, sveçaları dəyişib. Sveçaların hamısı demək olar ki, dibindən qaz buraxıb. Sveçaların hamısı. Sveçalar yenisi ilə orijinal əvəz olunmalıdır ki, ideal vəziyyətdə olsun. İndi inşallah növbəti prosedurda Duracell gördüyünüz kimi qapayıcı, yəni zaslonkanın vəziyyətini görürsünüz. Baxın, zaslonka bərbad vəziyyətdədir. Bu zaslonka da yuyulmalıdır, adaptasiya olunmalıdır. İndi bu işlər bitirəndən sonra inşallah ki, növbəti proses avtomobilin bütün yanacaq sistemi təmizlənməsi olacaq. İzləmədə qalın, həftə içi bütün BMW sürənlərə, eləcə də digər avtomobillər, ən çox da BMW sürənlərə endirim eləmişik. İzləmədə qalın. Bağlı.